Siz 6-cılar, hər birinizi xoş gördük. Bugün sizinlə 6-cı sinif artıq havada uçuş mətninin iş dəftərinin izahlarına baxacağıq. Kanalımıza abunə olmağı unutmayın. Deməli, abunə olun, bəyənin, paylaşın. Əlaqə saxlamaq üçün də 050 775 81 72 nömrəsində əlaqə saxlaya bilərsiniz. Bizim Cəbrayıl Əli kanalımızda da bizim oradan WhatsApp kanalımıza qoşula bilərsiniz. Mətnin məzmununa uyğundur. Mətnin məzmununa ziddir, öz əksini tapmayıb. Mətni oxumuşuq. Hava şarının ilk uçuşu Fransa kralının təşəbbüsü ilə həyata baş tutub. Qardaşlar insan uça bilməsi üçün cihaz yaratmaq istəyirdilər. Uyğundur. Bu uçuşdan sonra hava şarını Montgolfier adlandırmağa başladılar. Belə bir məlumat görmürük biz mətndə. Mətnə baxmaq üçün gəlin birlikdə mətnə baxaq uşaqlar. Mətndə baxın, belə bir şey yoxdur. Gəl də, mətin. Baxın. Mətndə hansı haqqında belə bir şey yoxdur. Həmişə hadisə baş verdi, cəmaət gəldi, iki qardaş öz ixtirasını, amma gəlin belə deyək, onlar haqqında Montgolfier adlandırılması haqqında məlumat yoxdur, səhv etmirəmsə. Birbaşa hava şarı adlandırılıb. Deməli, mətnin məzmunu uyğundur. Bura 3 gedəcək. Daha doğrusu, bura 3 gedəcək. Cihaz yaratmaq istəyəcək. Bura 2 gedəcək. Burada 1 gedəcək. Bu deməkdir ki, yəni bunlar uyğun ola bilərlər. Mətnə istifadə etməkdə cümlələri tam. Adamlar nəhəng torbanın uça biləcəyinə inanmırdılar. Nəyə görə inanmırdılar? Bunun haqqında məlumat var. Çünki onlar çərpələngin necə uçduğunu görmüşdülər, bilirdilər. O yüngüldü, amma hava şarı 200 kilogram. Bu kimi fikirlər yaza bilərsiniz. Şəhərin hörmətli adamlarına çağırmışdılar ki, onların kəşfinə tamaşa etsinlər. Mətndə bu haqda məlumatlar var. Biz burada indi tapırıq sözlərin mənasını. Deməli, müəyyən məsafəni qət etmək. Bu qət etməkdir. 5-ə D, 5-ə A. Qurğu, bina və onun qarşısına əlaqədə olan hissəsi dirijdbal olmalıdır. Elmi qurum Elmlər Akademiyasıdır. Elmlər Akademiyası C-dir. Sonra səs dalğalarının hər hansı səthə toxunaraq geri qayıtması əks sədadır. Bura Ç-dir. İçərisi qazla doldurmuş korpus olan xüsusi havadan yüngül uçuş aparatı bu dirijdbal olacaq. D-dir. Yüksək kübarlar, bu da zadəgandır. E variantı. Bu dərsdə oxuduğun mətnlərdən hansı nəticəyə gəlmək olar? Mətnlərdə adi çəkilən şəxsiyyətlər sınaqları şöhrət qazanmaq üçün edirdilər. Həmin dövrdə bina bunamaq mümkün deyildi. İxtiraları mütləq onların gərazları sınaqdan keçirməlidirlər. Bu nəticə daha uyğundur. Çünki həmin vaxtı buna inanmaq qeyri-mümkün idi. Gəlin bu sizinlə birlikdə indi nə edirik? Burada Crossford həll eləyək. Crossfordda nə deyir bizə? Deməli, istilik dərəcəsi temperaturdur. Gəlin, burada Crossfordu eləmək üçün burada bunu split screen eləyək. Burada göstərəksə ki, nə var burada? Deməli, temperaturda nə var? Hansı sözlər var? Bu sözdən hansıları öyrənirik biz? Bir uşaqlar temperaturdur. Gəlin, birincidən baxaq. Burada sizə mənasını verib də onsuz da sizə. Baxın. Buradan götürürük onu. Temperaturu görürsünüz. Temperaturu seçdik. Bunu biraz naziləşdirək, çünki burada daha nazik lazımdır. Sonra 2-də görək, nəqliyyat vasitələrinə hər 2 uçuş aparatını idarə edən şəxs. Baxaq burada. Qaz balonları qızdı. Məlumdur. Duran pilot. 2 nə deyirik? Pilot.
3-ə baxıram. Mən də sizlə bir yerdə edirəm. Nəqliyyat vasitələrində hərəkəti idarə edən, istənilən istiqamətə yönəldən qurğu. Aha. Nəqliyyat vasitələrində hərəkət idarə edən, istənilən istiqamətə. Sükan. 3 sükan olacaq. Sükan. Burada var. Görürsünüz. Növbəti. Burada da var. Baxın, burada qanadı. Burada sükan idi bu. Sonrasına baxırıq. 4-cü sual. Nəqliyyat vasitəsində hərəkətə sərnişin. Sərnişin. Tapdıq bunları. Sonra bunu götürək. Ən yaxşısı yuxarı qoyaq bəlkə. Hə. Bunu yuxarı qoyaq ki. Hə. Sonra 5 deyir bizə deyəsən. Mexanizmə hərəkət etdirən qurğu, motor. Burada nə var? Gəl, bəlkə o biri çıxar. Bu başıma gəlmir. Maye və qaz saxlamaq üçün qab balondur. 7 balondur. Balondur. 6 yer əmələ gətirən qazların qarışığı. İki qazın qarışığı nə ola bilər? Balondakı onu tapaq. Yarımkürə şəklində olan bina günbəzdir bu. Necə? Yarımkürə şəklində bina damı. Yarımkürə şəklində olan bina damına nə deyilir uşaqlar? Baxın, burada günbəz var. Günbəzin dağı. Baxaq, 11-i tapaq, yaxşı. Yarımkürə şəklində 11 diyor. Günbəz. Onu baxıram mən. Uçmaq orqanı. Bu nə? Uçma orqanı qanad. Qanad. Altını mən tuta bilmirəm neyəsə. 7 əmələ gətirilən qazların qarışığı. Baxarıq ona görə nədir. Sonra 5-ə baxırıq. Mexanizm hərəkət edən qurğu, motor, tapdıq. 5. Hərəkət gətirən qurğu, motor. Nə gətirir mexanizm hərəkətə? Uşaqlar, gəlin onu mən tapım sizə göstərim. Klapın deyil ki. Davam edir uşaqlar. Deməli 5-də mühərrikdir. Mühərrik. Diqqət istəyir. 6 havadır. Bunu videonu saxladım, ona görə dedim tam sizə. 9-da da qazdır. 8-də şart. Mətndə hansı suala cavab yoxdur? Mətndə günbəzin dağındakı hava necə qızdırılır? Var. Buradakı havanın qızdırılması haqqında var. Hava şarında idarə etmə ipləri nə üçündür? Hərəkətə gətirmək üçün və havanı idarə edir də. Klapanı açıb bağlayır. Şarda havanı qızdırmaq üçün hansı qazdan bu haqda məlumat yoxdur. Qaz balonları hava şarının hansı hissəsində yerləşdirilir? Qaz balonları aşağı hissəsində bu da var. Aeroport hava limanı. Hava limanı da port dayanacaqdır. Burada aeroportda da hava limanı olacaq da. Deməli hava limanı. Keçirik növbəti hissəyə. Deməli uşaqlar, mən bu hissədə demək olar ki, mən siz üçün bunu heç vaxt yazmıram. Sadəcə göstərəcəm ki, nə yazacaqsınız. Baxın, birinci insanların uçmaq həvəsi. İnsanların uçmaq həvəsində götürüb yazacaqsınız ki, yəni bu dövrdə ixtiraçı Leonardo, deməli Da Vinci insan uça biləcəyinə inanırdı və şəkillərini çəkmişdi onun. Helikopterin eskizini eləmişdi. Ondan başqa Əhməd Çələbi də bunları birinci yazacaqsınız, bir yarım başlığa. Bunları yazacaqsınız. Əhməd Çələbi də qanadlarını araşdırmışdı və 3 kilometrə qədər uçmuşdu. Ondan sonra gələcək möhtəşəm ixtira. Bura ikinci hissə yazacaqsınız ki, ikinci hissəyə artıq hava şarının ixtirası. Baxın, artıq burada hava şarını uçurtdular. Baxın, öz həyəcanını Montpellier qardaşlarının 4-5 cümlə. Bu hissədən, baxın, bu hissəsini bilirsiniz ki, şarı düzəldiblər və artıq şar uçub. Bu hissəni yaza biləcəksiniz. Üçüncü hissəyə də bu hissədən
4-5 cümlə. Videosu da azdı, amma siz də bundan qısa bir cümlələr yazıb bu mətni tamamlaya bilərsiniz. Siz bilirsiniz ki, mən çox hallarda siz üçün informativ mətni yazmıram. Bunu siz özünüz etməlisiniz. Keçirik dil qaydalarına. Xəbər vəzifəsində olan feillərin deyilişi və yazılışı. Öyrənəcəm nə? Düzgün yazmaqla. Səhv yazılıb bu. Səhv yazılıb bu. Səhv yazılıb bu. Yox, o düzdür. Qalmayacağım, oxuyurlar. Deməli, öyrənəcəm olacaq. Öyrənəcəyəm. Başlayırsınız. Başlayarsınız. Oxuyurlar. Oxuyurlar olmalıdır. Mış şəkilçisinin artımı gecikmək. Gecikmisən. Uşaqlar, mi ola bilər. O gecikmişdir. Siz gecikmişsiniz. Mişsiniz də yazıram. Gecikmişsiniz də ola bilər. O birlər də gecikmişdirlər yazmalısınız bura. Cümlədə səhv yazılmış sözləri müəyyən et. Səhv yazılıb. İşləmisiz yazılıb. İşləmisiz olmalıdır. İşləmisiniz. Təmir edirlər yazılıb. Edirlər yazmalısınız. Saxlayacam yazılıb. Saxlayacağam. Uşaqlar, bunu da artıq üçün də siz yazın. Üçün mən yazdım, üçün də siz yazın. Növbəti izahlarda görüşərik, hələlik.